Ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinən tiktoker İllüzə Hacıyevanın Arzumun həbsi 2 gündür gündəmdən düşmür. Bugün isə sözü gedən qəzada həlak olan Amal Məlikovun vaxtilə narkotik ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair yayılan məhkəmə sənədləri müzakirələri yenidən alovlandırıb. Həmin hökmün sürəti paylaşılaraq Amalın yol qəzası zamanı da narkotik vasitənin təsiri altında ola biləcəyi iddia edilir. Məsələ geniş müzakirə mövzusuna çevrildiyindən hər cür şübhəyə aydınlıq gətirmək məqsədi ilə qəzanın baş verdiyi gün Amalın narkotik vasitə və ya spirtli içki qəbul edib etmədiyini araşdırdılar. Sözsüz ki, bu suala cavab verən ən möhtəbər sənəd isə məhkəmə tibbi ekspertizasının rəyidir. Amal Məlikovun meyidi üzərinə aparılmış həmin ekspert rəyi əldə olunub. Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin rəyinə əsasən yol nəqliyyat hadisəsi zamanı həlak olan Amal Məlikovun qanında nə spirt, nə də narkotik vasitə aşkar edilib. Rəydə bu barədə konkret olaraq belə qeyd olunur. Mərhum Amal Məlikovun meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsir edici maddələr aşkar edilməmişdir. Məhkəmə isə hökmü Azərbaycan Respublikası adından çıxarır. Hakim hökm qəbul edərkən emosiyalara deyil, iş üzrə toplanmış sübutlara, ekspert rəylərinə və digər araşdırılmış materiallara əsaslanır. Tərəflərdən hər hansı biri hökmlə razılaşmadıqda isə qanun ona apellyasiya instansiyasına müraciət etmək hüququ verir.